أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, Allah'ın dostları kimlerdir? Bu sual, bu səsi, bu sözü eşidən hər kəsin könlünü titrədir. Ki, Allah'ın dostu olmaq nə deməkdir? Sən Allah'ı dost sevirsən, dost kimi sevirsən, o da səni özünə dost götürüb. Aman Allah'ım, bundan böyük saadət, bundan böyük xəbər nə ola bilər ki? Əlbəttə ki, hər birimiz bunu dinləyərkən ilk verdiyimiz reaksiya belə olur. O mən deyiləm, o mən ola bilmərəm. Allah'ın dostu. Ancaq xəyallara bu gəlir, o peyğəmbər olar. O sahabələr ola bilər. Belə düşünürük biz. Oysa biz burada böyük xəta edirik. Böyük xəta edirik, dəyərli insanlar. Sən, o, hər birimiz Allah'ın dostu ola bilərik. Bu mümkündür və qeyri-adi güc də tələb etmir. Çox sadə, primitiv usullarla Allah'ın dostu ola bilərik. Dəyərli insanlar, gəlin bir-birimizi dinləyək. Gəlin Allah'ın bizə endirdiyi ayələri düzgün oxuyub anlayaq, öz dəyərimizi bilək. Niyə biz dua edərkən, niyə biz Allah'tan bir şey istəyərkən, niyə insan axtarırıq? Kimə yalvarım? Hansı peyğəmbərin adını çəkim? Hansı imamın adını çəkim? Kimi desəm Allah onun əli ilə mənim işimi düzəldər? Niyə belə düşünürük ki? Niyə hökmən biz kiminsə izinə getməliyik ki? Niyə özümüz iz qoymuruq ki? Ey Allahın qulu, məgər Allah səni özünə düşmən yaradıb? Və yaxud da ki, səndən soruşulsa, istəyərsənmi Allah səni özünə dost etsin? Məgər sən şığıyaraq, sevinərək fəryad qopartmazsanmı? Əlbəttə istəyərəm. Bunu sual verərlərmi? Belə olduğu halda, niyə Allah səni özünə dost seçməsin ki? Ona görə, dəyərli insanlar, gəlin Allah'ın kitabını oxuyaq. Görək Allah'ın kitabında Allah dostum kimə deyir? Onlar Allah'ın dostlarıdır kimə deyir? Görək onlar məxsusi adamlardır, yoxsa hər kəsin mümkün olası bir adamlardır. Hər kəsin Allah'ın dostu olması mümkündür, dəyərli insanlar. Və bunu da unutmayaq. O adam olmaq çox asandır, amma onu qoruyub saxlamaq üçün hünər lazımdır, cürət lazımdır, mətanət lazımdır. Bəli, dəyərli insanlar, unutma, Allah'ın dostu olmaq o qədər böyük bir şansdır ki, qudsi bir hədisdə Allah belə deyir: Mən adi li valiyyən fəqad əzəntehu bil harb. Ravahu el-Buxari. İmam Buxarinin rəvayət etdiyi bu hədisdə Allah belə buyurur. Bu qudsi hədistir. Yəni birbaşa Allah'ın sözüdür. Rasuluna çatdırmışdı. Kim mənim dostuma əziyyət verərsə, o bilsin ki, mən ona müharibə elan edirəm. Subhanallah. Allah ona müharibə elan eləyir. Kimə? Mənim dostuma sataşana, mənim dostumun qəlbini qırana.
Mənim dostuma əziyyət verənə mən müharibə elan eləyərəm. Kim Allah ilə müharibə eləsə qələbə çalar? Kim? Heç kəs. Hətta bütün məxluq bir araya gəlsə belə, bütün məxluqlar bir araya gəlsələr, Allah ilə müharibə sözünü, müharibə etməyi heç ilk anını bacarmazlar. Allah hamısını yox edə bilər. Deməli, Allah səni özünə dost seçdisə, sən artıq səadətdəsən, sən artıq xoşbəxtsən. Sən xoşbəxtsən ki, Allah sənin üçün cənnətdə saraylar tikərək, üzərində sənin adını yazır və oranın konumunu sənin beynivə elə yerləşdirir ki, sən öldükdən sonra, hesab verdikdən sonra cənnətə girəndə sənin heç kəs əlindən tutub sənin sarayına aparmayacaq. Heç kəs sənə deməyəcək sənin sarayın hardadır. Rəsulullahdan soruşurlar, bəs necə olacaq ya Rəsulullah? Bəs insanlar nə biləcək ki, onun sarayı, onun malikanəsi hardadır? Allahın Rəsulu deyir, vallahi canım əlində olan Allaha and olsun, Allahın Rəsulu deyir ha. Siz öz sarayınıza, əgər sizi dünyada, yaşadığınız yerdə buraxsalar, öz evinizə necə gedərsiniz? Vallahi ondan da aydın, ondan da rahat öz saraylarınıza gedəcəksiniz. Bax, bu Allahın dostu üçün tikdirdiyi, bəzədiyi, hazırladığı bir sarayın hətta konumunu sənin zehnivə yerləşdirəcək. Öz ayaqlarınla gedəcəksən, öz sarayına, öz malikanənə. Niyə? Çünki Allah səni o qədər sevir ki, sənin kimsə əlindən tutub aparmasını belə istəmir. Öz hesabına, öz hünərinlə get, deyir sənə, öz dostlarına. Qur'an-ı Kərimdə Yunus surəsi 62-ci ayədə Allah öz övliyalarının, öz dostlarını deyərkən bu iki sifəti deyir. Bir ayədə belə, bu bir neçə ayədə fərqli xüsusiyyətlər keçir. Mən digər ayəni də sizin diqqətinizə çatdıracağım. Bax, burada belə deyir. Allahın dostları kimdir? Sualının cavabını 62-ci ayədə belə deyir. Əl-ləzīnə əmənu və kənu yəttəqun. Kim Allaha səmimi iman edibsə, Allaha inanıram, Allaha canım qurban, Allah mənim Rəbbimdir. Yəni bunlar əgər söz kimi deyilirsə boş sözdür. Boş sözdür. Yəni baxın bir şəxsə saatlarla da Allahdan danışsa, namaz qılmırsa o Allahın dostu deyil, o yalan danışır. Və yaxud da ki, onun zehni onu aldadıb. Bəli, onun zehni onu aldadır. Şeytan onun beyninə müdaxilə edərək ona belə deyir. Qəlbin təmiz olsun. Bilə namaz qılanlar var, 1000 dənə oyundan çıxırlar. Sən daha yaxşısısan, sən onlardan yaxşısan. Sən içki içsən belə, sən ondan yaxşı adamsan. Sən hicaba girməsən belə, sən 1000 dənə hicaba girəndən yaxşısan kimi sözlərlə onu aldatmışdır. O aldanmışdır. O Allahın dostu deyil. Əksinə, o Allahın düşmənidir. Çünki Allah onu sevmir. Sevmişdi, yaradıb. Əlbəttə, sevmişdi, yaradıb. Amma o öz Rəbbinə 24 saatın içində özünə yatmağa vaxt tapır, yeməyə vaxt tapır, ailəsi ilə vaxt keçirdə bilir, dostları ilə əylənə bilir, əyləncəli oyunları oynaya bilir, hər nə edə bilir. Cəmi ona 5 dəfə, hərəsi 5 dəqiqə vaxt aparan bir ibadəti etməyə vaxtım yoxdur deyirsə, belə dost olar. Başına dəysin o dostluq. Kimə lazımdır o dostluq? Sənə sadə,
bir qəpik belə səndən tələb olunmur. Dəstəmaz al, təmizlən, Rəbbinlə üz-üzə qal, gözəl bir söhbət et, 5 dəqiqə, çıx get. Yenə də işini gör, bütün işlərini gör, nə ürəyin istəyir et, halal ola biləcək. Bunu etməyən dost olar, Allah deyir, Allahın dostu o şəxsdir ki, Allaha iman edib və Allahdan qorxur. Bax, 2 sifət saydı. Allaha iman edir və Allahdan qorxur. Allahdan qorxur nədir? Kimi dindirsən deyir Allahdan qorxuram. Amma onlar doğru danışmır. Bax, dəyərli insan, bəlkə də sən dinləyici də bu durumdasan, ola bilsin ki, deyirsən mən Allahdan qorxuram. Sən haçan Allahdan qorxduğunu bilmək istəyirsənsə, əgər sən tək qalanda, günah etmək istəyəndə Allah yadıma düşür, için titriyirsə, bax bu qorxudur. Sən Allahdan qorxursan, budur. Sən tək qalanda günahı rahat edə bilirsənsə, rahat, yəni ki, burada nə var ki, cəmaat min oyundan çıxır, sən də öz bildiyi edirsənsə, bilginən ki, qorxmursan, qorxmursan. Amma günahı etdin və yenə qorxdunsa ki, aman Allahım, mən nə etdim, çaş ki, bunu etməyərdim deyirsənsə, o zaman yenə də qorxursan. Amma sənin imanın Allah yanında ölçü olaraq ən aşağı iman sayılır. Çünki işi görüb sonra qorxursan. Çünki insanların eləsi vardır ki, o işi görmək istəyir, qorxur, etmir. Ona görə də qorxub edən və qorxub etməyən ikisi də müsəlmandır, amma iman fərqləri vardır. Sən çox aşağısan, özünü yüksəlt. Unutma, yüksəltdikcə sən Allahın daha dərin, daha sıx dostlar sırasına girirsən. Və Allah şahiddir ki, ola bilsin ki, sən özünü o qədər yüksəldərsən ki, sən rəsulların sırasına girə bilərsən. Rəsulların sırasına. Rəsul olmazsan, Allah səni rəsulları qədər sevə bilər. Bəli, dəyərli insanlar, bu şansı Allah bizim hər birimizə vermişdi. Hele ona görə Allah bir əməli ən azı 10 və yaxud da ki, çoxaldır 100, 1000, milyon dəfə çoxaldır. Çünki çoxaltmasının səbəbi budur. Səni daha dərin dostlar sırasına salmaq istəyir. Ona görə də Allahın dostu olmaq hər kəsin ixtiyarındadır. Hər kəsin. Yoxsa ancaq peyğəmbərlərdir, imamlardır. Bu şeytanın bizi aldatmacasıdır. Yəni sən dost ola bilməzsən. Sən ona görə onlar daha əzəmətlidir. Onlara yalvar, onlar da sənin duanı Allaha çatdırsın. Bunu isə Allah şirk adlandırmışdı. Niyə buna şirk deyir? Məgər Peyğəmbər Allahın dostu deyil? Dostudur. Amma Allah deyir, axı mən sizin hər birinizə bu bərabərliyi vermişəm. Əgər mən Peyğəmbərə sizdən üstünlük versəydim, o zaman ona 2 baş verərdi, 4 əl verərdi, 4 ayaq verərdi, çoxaldardı ki, o hara, siz hara. Axı bizim hamımızı eyni yaratdı, nütfədən, spermatozoiddən yaranıb. Peyğəmbər də, mən də, sən də. Hamımız eyniyik, hamımızın uşaqlığı olub, şıltaqlığı olub, böyüyüb boya başa çatmışıq və bir gündə ölmüşük. Peyğəmbər də ölür, sən də ölürsən, mən də öləcəyəm. Bəs nədir fərqimiz? Peyğəmbərin fərqi onun tərbiyəsindədir, Allaha olan imanındadır, onun şərəfindədir, onun səbrindədir. Yaxşı, biz şərəfli ola bilmərik, ancaq Peyğəmbərlər şərəfli olur. Biz qeyrətli ola bilmərik, ancaq Peyğəmbərlər qeyrətli olur. Biz səbirli ola bilmərik, ancaq Peyğəmbərlər səbirli olur. Hər birimizdə bu xüsusiyyət var. Hətta Peyğəmbərin Peyğəmbər seçilməsi onu bu xüsusiyyətlərini özündə gücləndirməsi olmuşdu. Bəli, bəli. Körpəlikdən Peyğəmbərlik yazılmayıb ki ona. Musa Peyğəmbəri Allah Peyğəmbər seçib Firon üzərinə göndərəndə
Musa aleyhissalam deyirdi, Allahım mən bunu bacarmaram, bunu bacarmaram. Qardaşımı mənə köməkçi ver. Allah da onun qardaşını ona köməkçi verdi. Allah ona demədi ki, sənə seçim verməmişəm, sən peyğəmbərliyə çatmısan. Allah ona bax bunu belə bildirdi, sən layiqsən buna. Niyə? Özünü yetişdirdi, mübarizə apardı, səbrini toparladı və səhvlərini düzəltdi. Beləcə Allah onu o səviyyəyə layiq bildi. Səndə də mümkündür, məndə də mümkündür. Bəli, əlbəttə ki, biz peyğəmbərlər qədər bacarmırıq bunu. Elə fərqimiz budur. Deməli, fərqimiz budur, bacarmırıq. Daha doğrusu, bacarmırıq deyil. Bacarmaram deyib bir yerdə dayanırıq. Bir yerdə dayanırıq. Dayanmasaq, irəli getsək, Allah şahiddir ki, Allah sənin dilinə elə bir rəhmət yağdıracaq ki, sən heç bir şey oxumadığın halda, elə gözəl sözlər danışacaqsan ki, sənin sözlərin insanların qəlbini oxşayacaq, insanların qəlbini fəth edəcək. Alim sənə baxıb ibrət götürəcək, deyəcək, aman Allahım, illərin elm adamıyam, bunu kimi danışa bilmirəm. Və yaxud da ki, nə qədər universitet oxumuş və gözəl yerlər, böyük yerlərdə təlim almış birisinin hiss etmədiyi hissləri sən hiss edəcəksən. Çünki Allah sənin fitrətini açacaq, bəsirət gözünü açacaq, sən daha sərrast görəcəksən, sən daha hikmətli olacaqsan. Çünki sən özünü yüksəltdikcə Allah öz dostunu daha da qiymətləndirir. Ona görə dəyərli insanlar, bunlar mümkün olan hallardır. Bunu biz yaşayaq. Baxın, Allah Subhanahu taala Qur'an-ı Kərimdə Əl-Maidə surəsi 55-ci ayədə belə buyurur. İnnəmə vəliyyukumullahu və rasuluhu vəllezine amenullezine yuqimunəs-salate və yu'tunəz-zakate və hum raki'un. Allahın və Rasulunun dostları o şəxslərdir ki, onlar namaz qılırlar, onlar zəkat verirlər və onlar özlərini aşağıdan aparırlar. Raki'un, yəni özlərini ruku edirlər, yəni əyirlər özlərini. Kimin qabağında? Zənginin, güclünün, yox, güclünün qabağında əyilmək, zənginin qabağında özünü alçaltmaq rəzil insanların sifətidir. Müminin sifəti deyil. Allahın dostunun isə heç sifəti olmaz. Bu, zəifin yanında özünü daha aşağı aparmaqdır. Yoxsulun yanında özünü daha aşağı aparmaqdır. Təkəbbür deyil. Ruku, yəni əy özünü. Ruku əyilmək deməkdir. Namazda da biz rukuya gedirik, yəni özünü əyirsən. İnsan vardır, yoxsula sədəqə verir, sədəqə verərkən özünü dik-dik aparır. Al bunu, gəl bura, belə çağırır. Gəl bura, əlini salır cibinə, hamısı da baxır buna. Çıxardır, al bunu, get əynivə yaxşı bir şeylər al, bu nədir geyinmirsən? Bax, onu alçalda yardım edir. Amma Allahın dostu kimdir? Allahın dostu o yardımı ona elə ötürür ki, heç kəs onu hiss etmir. Və onun özünə də onu verəndə, ona gözəl sözlərlə verir bunu. Sən də mənim qardaşımsan, sənə yardım etmək istəyirəm. Allah üçün bunu məndən qəbul elə. Sən bunu məndən qəbul eləsən, o qədər sevinərəm ki, bilirəm sən də bunu almaq istəmirsən. Amma Allah üçün al bunu məndən. Yəni, özünü alçaldır, sanki ona yalvarır ki, bunu məndən al. Bax, budur övliya. Bu insanlar, övliyalardır, dəyərli insan. Yox, övliya ancaq seyyid olur. Övliya ancaq filan imam ola bilər. Bu imamdır, biz hara, imam hara. Necə biz hara, imam hara? İmam kimdir? Deyir, Peyğəmbərin övladları. Bəli, onlar Peyğəmbərin övladlarıdır, onlar ümmətin sevimliləridir. Amma sən bilirsən, Peyğəmbərin neçə övladları olub ki, şarlatan olublar? Bəli, qərmətilər, tarixi oxuyun.
Qərmətiklər Allahın Resulü sallallahu aleyhi və səlləmin nəslidir. Kəbənin daşını uğrayıblar. Sonra müsəlmanlara satıblar. Resulullahın nəvəsidir. Yəni, cahillərin dili ilə desək, seyyiddir. Seyyiddir, Kəbənin daşını uğrayıb. Seyyidlər var idi, uyuşturucunu halal eləmişdi. Baxın tarixə. Həşşaşilər deyirlər, həşşaşilər tarixini oxuyun. Batinilər təriqətinin həşşaşilər qolu. Hasan-ı Sabbah narkotikanı halal eləmişdi. Öz tərəfdarlarına uyuşturucu qəbul elətdirirdi. Və deyirdi ki, bu Allahın bizə verdiyi nemətdir. Resulullahın nəvəsi idi. Hər nəvə mömin olur ki, deməli, birinin mömin olması üçün kiminsə oğlu olması şərt deyil. Kafirin oğlu İbrahim əleyhissalam oldu. Kafir idi, müşrik idi, atası peyğəmbər oldu. Peyğəmbərin oğlu kafir olub, Nuh əleyhissalamın oğlu kimi. Yəni, kiminsə oğlu olmaq, kiminsə atası olmaq insanı ucaltmaz. İnsanı şərəfi ucaldır, insanı addımları ucaldır. Biz bunu bacarırıq, bacarmalıyıq, daha irəli getməliyik. Hər birimiz Allahın dostu ola bilərik. Zaten bizim arzumuz odur. Kimə desən Allahın dostu olmaq istərdin, o göz yaşı ilə hə deyəcək. Bəs niyə bacarmırıq? Çünki nəfsimizə tabi ola bilmirik, şəhvətimizə tabi ola bilmirik, özümüzü idarə edə bilmirik. Budur bizim problem. Yoxsa mən o ola bilmərəm. Əlbəttə, və kim deyir ha, unutmayın, heç vaxt biz filankəs ola bilmərik. Kim deyir ha, o hələ düz deyir. Bəli, o ola bilməz. Bıraq onu getsin. Sən ola bilərsən. Biz ola bilərik. Əməl edək. Namazlarımızı vaxtı-vaxtında qılaq. Allahdan qorxaq. Haramlar, hər birimizin içində haram sevgisi var. Hər birimizin içində. Biz insanıq. Allah bizə nəfs verib. O nəfsi bizi imtihan etmək üçün verib. O nəfsin içində şəhvət var. O nəfsin içində yemək var. O nəfsin içində gözəl geyimlər var. Kimisi bunu halalla edir, kimisi bunu haramla edir. Bax, halalla edən bacarır, haramla edən isə nəfsi ilə bacarmadı. Harama görə, yesin deyə getdi uyuşturucu satdı. Gedir insan satır. Daha nələr eləyir ki, yaxşı yaşasın. Bax, o adamla əlbəttə dost çıxmaz. Amma səndən çıxacaq. Bizdən çıxacaq. Bu mümkündür, dəyərli insanlar. Gecə namazlarına qalxaq. Sevə-sevə Allah ilə söhbət et. Gör Allah sənin üçün necə rahatlaşdırır. İnsan vardır, ona gecə namazı deyəndə deyir, gecə namazını kimdir duran? Durmaq olur, mənim işim, gücüm, mən o namaza dursam falan şey belə olacaq. Bax, o 100 şey sayacaq və ona heç də demə, yox belə deyil. Demə, çünki o ona hazır deyil. O ona hazır deyil, bırax onu. O, Allah onu layiq bildiyi gün onu hazırlayacaq. Sən isə elə düşünmə. Gör, o bir dəfə bunu edəndən sonra, o bunun dadını biləndən sonra heç deyəcək ki, yorğun olaram, nə olar, heç olmayacaq. İşini düz quracaq. İşini düz quracaq və heç yorulmayacaq da. Gecə namazı qılanlar yorulur ki, gecə namazı qılanlar deyildi, Allah üçün cihad edirdilər. Səhərlər gedirdilər, zikirlərini edirdilər, bütün namazlarını vaxtı-vaxtında. Heç bir təsir etmirdi onlara. Deməli, biz özümüzü, həyatımızı, düzənmimizi qurmalıyıq. Elə qurmalıyıq ki, bu bizi istiqamətləndirsin. Biz Allahın dostu ola bilərik, dəyərli insanlar. Bu mümkündür və hər bir şəxs üçün də mümkündür. İbn-i Macənin rəvayət etdiyi bir hədisdə Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnə lillahi əhleyni minən-nəs. İnsanlar içində Allahın dostları vardır, dostları. Sahabələr dedi, ey Allahın Resulü, kimlərdir ki o? De, biz bilək də, biz də bilək. Allahın Resulü dedi, hum əhlül Qur'an.
Əhlullahi və xassatuhu. Ravahu İbn Macə. Resulullah buyurur ki, onlar Kur'an əhilləridir. Kur'an əhli. Kur'an əhli bilirsiniz kimdir? Kur'an əhli üstündə Kur'an olan deyil. Kur'an əhli təkcə Kur'anı oxuya bilən deyil. Kur'an əhli, Kur'anı oxuyub içindəkilərinə tabi olanlardır. Bunlara deyirlər Kur'an əhli. Allahın Resulü deyir ki, onlar hamısı məxsusi adamlardır. Kur'anı oxuyur və içindəkilərinə əməl edir. Deyim ki, yəni içindəkilərinə əməl edir, yəni 100% hər işi qaydasında, heç kəs belə deyil. Heç peyğəmbərlərdə belə olmuyor. Yəni hər kəsin bir yerdə xətası olur. Yəni biz insanıq, biz xəta edirik. Böyük işlərdən çəkinmək lazımdır. Böyük günahlardan. Zinadan çəkinmək lazımdır. Allaha şərik qoşulmamalıdır. Faizə girilməməlidir. Uyuşturucu qəbul edilməməlidir. Böhtan atılmamalıdır. Bunlar böyük günahlardır. Cadugərə getirilməməlidir. Valideynin üzünə alq olunmamalıdır. Bunlar böyük günahlardır. Sən bunlardan çəkin, Allah da səni daha da təmizləyib, kiçiklərindən də təmizləyəcək. Deməli, böyük günahlardan çəkinmək lazımdır. Ki, yəni biz insanıq, bəzən göz yayılır, bəzən dil sürüşür, bir söz danışırsan, bəzən fərqinə varmadan bir qeybətə qulaq asırsan, amma tez ayıl, özünü tez düzəlt, sonra tez yığışdır. Bax, belə etdikdə Allah səni o kiçiklərini təmizləyəcək. Sən böyüklərdən çəkin, böyük günahlardan çəkin, Kur'anın içində qadağan edilmiş böyük günahlardan çəkin. Kur'anın 1/3, yəni 33% Allahdan başqa ilah yoxdur kəliməsidir. La ilahə illallah məzmunlu kəlimədir. Amma bugünün insanların ən çox elədiyi günah şirkdir. Bəli, ən çox günah elədiyi insanların günah şirk günahıdır. Allaha şərik qoşur. Dua edir, Allahdan qeyrisini çağırır. Bax, Kur'an əhli olsaydı, o bu bəlaya düşməzdi. Kur'an əhli deyil. Kur'an oxuya bilir. Allah İmam Ali'dən razı olsun. Nə gözəl demişdi. Bəziləri onu başqa bir sahabənin dediyini, fərqi yoxdur. Hansı sahabə deyibsə, biz onu İmam Ali'dən deyildiyini eşitmişik. Rubbə təli Kur'ani vəl Kur'ani yəl'anhu. Çox Kur'an oxuyanlar gördüm. Onların çoxuna Kur'an özü lənət oxuyurdu. Bəli, Kur'anı buradan oxuyur, oradan gedir Kur'anla fala baxır. Kur'an oxuyur, gedir ribaya pul götürür. Kur'an oxuyur, zina edir. Belənçiyinə Kur'an lənət oxuyur. Yəni, Allahın dostu olmaq istəyirsənsə, Kur'an əhli ol. Kur'anı oxu və içindəkilərinə əməl et, böyük günahlardan çəkin, Allah da sənin kiçik günahlarını bağışlayacaq və Allahın əhli olacaqsan, dostu olacaqsan. Hər birimiz üçün bu mümkündür. Allah bizi öz dostlarından etsin və o yola gedən yolu bizim üçün rahatlaşdırsın ki, biz Allahın səmimi dostları olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.